Əla proyekti olan gözəl, geniş, əşyalı 3 otaqlı mənzillə sizin qarşınızdayım dəyərli izləyicilər. Yerləşməsi də yaxşıdır. İnqilabda yerləşir, Tibb Universitetinə yaxın. Yeni tikili bina, yeni təmir və təmirdən də sonra bu mənzildə bir gün belə yaşayış olmuyor. Dediyim kimi gözəl proyekti var. Onu da hamısını sizin nəzərinizə çatdıracağım video ərzində. Siz isə videonun sonuna qədər izləyin. Mənzil haqqında da fikirlərinizi bölüşməyi unutmayın. Başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda üzbəüz bu hissədə belə bir güzgümüz yerləşdirilib, açarıq, aşağı hissələri şkafdır. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. İşıqlandırmasında lüstr, spot və trek işıqlardan istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırım. Burada yerləşir mənzilin 2 yataq otağı, sanitar qovşaq. Burada isə yerləşir mənzilin artıq görürsünüz qonaq otağı. Bura isə mətbəxidir. Qonaq otağının ölçüsü yaxşıdır. Yəqin ki, videodan da hiss edirsiniz bunu. Döşəməsi parketdir. Dediyim kimi mebellərlə təmin olunub. Burada 6 nəfərlik masamız yerləşdirilib. İstili sistem, kombidi, radiatorlar, hər bir şey quraşdırılıb. Hazırdır. Divan yerləşdirilib. O tərəfdə də 2 dənə kreslo. TV stand bu hissədə yığılıb. Aşağı hissələr, görünən hissələr şkafdır. Bunları göstərdim. Və mənzildə istifadə olunan elektrik qutuları da orijinal Panasonicdir, yəni keyfiyyətlidir. Onu nəzərinizə çatdırım. İşıqlandırma, lüstr, spotlar. Otaq genişdir. Görürsünüz, mebellər yerləşdirilib. Kifayət qədər də boş ərazi var. Bu hissədə spotlar da yerləşdirilib. Yaxşı ölçüsü var. Qonaq otağından bu qədər. Gəlin, mən sizə göstərdim. Mənzilin mətbəxini elə düz qonaq otağının yanında yerləşir. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə buradan da davam etdirilib. Buradan mənzilin eyvanına da çıxış var. Yeni mətbəx mebelimiz yığılıb, tam axıra kimidir. Şkafları göstərdim. Kifayət qədərdir. Əşyalarınızı rahat yerləşdirə biləcəksiniz. Üst hissəsi mərmərdir. Qaz peçi, aspirator bunlar qoyulub hazırdır və soyuducunun yerinə kimi hamısı nəzərə alınıb. Ölçüsü də yaxşıdır, genişdir. Buradan gəlin, mən sizə göstərdim yataq otaqlarını vaxt itirmədən. İlk öncə girişin bu hissəsində dolabımız yığılıb, bunları da göstərdim. Və burada yerləşir mənzilin sanitar qovşağı. Mənzilimdə 2 sanitar qovşaq var. Bu ümumi olandır. Buranın bir genişliyinə siz fikir verin. Çox böyük ölçüdə geniş duş kabinimiz var. Divar içi aksesuarlardan istifadə olunur ümumilikdə. Divar içi unitaz və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Burada daxil oluruq mənzilin əsas yataq otağına. Otaqların ölçüsü çox yaxşıdır. Bayaq qeyd etdim, mənzilin əla proyekti var. Yəni, yel çəkən skvaznoy mənzildir. Həm həyət istiqamətində, həm də yola baxır. Yəni, bu üstünlükdür mənzillərdə, belə deyim. Əsas yataq otağı, taxtımız yerləşdirilib. Make-up, pərdə, lüstr, burada hər bir şey tam hazır vəziyyətdədir. TV internet çıxış burada nəzərə alınıb və bu yataq otağının daxilində yerləşir növbəti sanitar qovşağımız və eyni zamanda qardırob da var burada. Daxil olduqda buradan deməli sağ-sol şkaflar yığılıb, güzgü də yerləşdirilib burada. Burada paltar əşyalarınızı yerləşdirə bilərsiniz və daxildə növbəti sanitar qovşağımız yerləşir. Bütün aksesuarlar da yığılıb hazırdır. Nəzərə çatdırın ki, mənzilin sənədləri də qaydasındadır. Çıxarış, yəni kupça da var. Keçək mən ikinci yataq otağında göstərdim, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağam. Buradan isə dediyim kimi daxil oluruq mənzilin ikinci yataq otağına. Digər yataq otağı ilə demək olar eyni ölçüyə malikdir. Buranı istəsəz uşaq yataq otağı kimi, istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Yəni bu sizdən asılıdır. İki ədəd taxt yerləşdirilib. Bayaq qeyd etmişdim, otaqlarda döşəmə parketdir və bu yataq otağının daxilində bu hissədə yenə dolabımız yığılıb. Bunları hamısını göstərirəm ki, tam təsəvvür formalaşsın sizdə bu mənzil haqqında. Belə, mən demək olar hər şeyi sizə göstərdim, keçirik məlumatlara. Mənzil yerləşir İnqilabda, Tibb Universitetinə yaxın, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 3 otaqlı mənzildir, 140 kvadrat ölçüsü var. 8-ci mərtəbədə yerləşir, sənədlər qaydasındadır, çıxarış, yəni kupça da var. Mebellərlə təmin olunub, sadəcə məişət texnikaları qalıb. Gördüyünüz şəkildə satılır və mənzilin start olaraq qiyməti 520 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.